Hamını tuturlar, baxın. Hamını tuttular. Kim gelmişti orada? Hamını bir tuttular. Bakın bakın. Bakın düşüblər. Cemaatın dalına. Zəhbətçilərin dalına düşüblər. Tuturlar hamını bir. Daha o değil. Bura gelenler tuturlar yoksa adı daha bir seni sakin oldu. Video çəkirəm da. Gördüğünüz gibi məhkəməni bütün mühasirəyə alıblar. Çoxlu sayda polis tutuldu, polis hökümlər və dostlardan bir çoxunu tutdular, qovdular, pərəm-pərəm saldılar. Hər bir tərəfə dağıldı. Ona görə bir dəstə də buradadır. Yəni altı ölkənin Türkmenistanın gününə salmaq istəyirlər. Karayalaşdırmaq istəyirlər. Artıq məhkəmələrin qabağına dil şəkildə yığılmağa da qoyulurlar. Artıq dostların hərəsi bir yerə dağılıb, Saqib bəyi aparıblar. Cəmil müəllimi Elnurla bir yerdə tutmuşlar, aparıb başqa yerdə bırakıblar. Bir neçə dostları da saxlayıblar, hələ ki xəbəri. Hüseyin Məliyi də tutublar. Hüseyin Məliyi də tutublar deyilənə görə. Bir neçə dostlar. Bugün 14:20'de Erbəyin apellyasiya məhkəməsi olmalıdır. Mən də bir qayda olaraq məhkəmənin ağzına gəlmişim ki, məhkəmədə iştirak edirəm. Amma polislər gördüm ki, orada heç kim yoxdur. Bütün cəbhəçiləri dağıtmışlar. Məni də itələyə başqa bir istiqamətə gətirdilər və mənə qarşı yovutluq etdilər. Mən də düz onlara qarşı qanunların çərçivəsində danışdım ki, hüququmuz apellyasiya məhkəməsində iştirak eləmək sədrimizin hüququmuzdur. Amma buna baxmayaraq bütün üzvləri məhkəmənin qarşısından kənarlaşdırdılar. Baxın, polislər düz keçidə qədər gəliblər. Bax, indi çəkdiyimə görə üzlərini çevirdilər hamısı o birisi tərəfə.